Siz özünüz, yəni hansı ki öz tələbələrim var, YouTube'da onlar qulaq asa biləcək ancaq. Çox vaxtı qrupda az olanda kayıt götürürəm, səs-küy çox olmayanda götürürəm ki, sonradan qulaq asa bilsinlər uşaqlar. Hər baxırsınız ki, dərsdən müəyyən qədər də sakit dərslərimizdən. Bugün indi ilk dərsimizdən başlayaq. İbtidai icma dövründən heç kəs kameranı bağlamır. Tam şəkildə qulaq asır. Bugün mən danışıram, arada bir sual-cavab verəcəm, sual yönləndirəcəm. Siz də bugünlük qulaq asırsınız. Gələn dərsdən suallara cavab gələcək. Yaxşı, yenə də sualla başlayarıq. Ağlınızda qalanlardan cavablandırarsınız. Bilmədiyinizi də zaten mən izah eləyəcəm. İlkin olaraq biz ibtidai icma quruluşu deyəndə nə başa düşürük? Bu haqda danışmalıyıq. İbtidai icma quruluşu deyən zaman başa düşülən odur ki, bütün insanların bərabər şəkildə yaşadığı ilkin cəmiyyət. Yəni ilk insanların meydana gəldiyi və hamı arasında bərabərliyin olduğu bir quruluş başa düşülür. Məsəl üçün, bugün kapitalizm quruluşudur. Kapitalizm quruluşunda kimin bacarığı daha çoxdur, o çox qazanır. Amma ibtidai icma quruluşunda belə idi ki, bərabərlik var idi. Məsələn, kollektiv arasında yemək əldə edirdilərsə, mütləq şəkildə o kollektiv arasında bölünməli idi, bərabər şəkildə. Aydındır. Amma bizim bu yaşadığımız dövr kapitalizmdir. Kapitalizm bizə nə öyrədir? Kapitalizm quruluşu deyir ki, bacarığın varsa daha çox qazan. Bacarığın yoxdursa məcbursan az qazanmağa. Bax, bu dövr müasir dövr kapitalizmdir. Kapitalizm haqqında biz 11-ci sinifdə təbii ki danışacağıq. Kapitalizm, orada burja, zadəgan və yaxud ziyalılar kimlərdir? Onlar haqqında ətraflı məlumat verəcəyik. Biz indi ibtidai icmada əsasən dövrləşməyə bölməsi haqqında danışacağıq. İbtidai icmanın ilkin olaraq 3 mərhələyə ayrılacaq. Bəzən deyirlər 3 dövrə ayrılır. İlkin olaraq 3 mərhələyə ayrılır ibtidai icma quruluşu. Hansı mərhələlərdir? Kimisə yadında qalırmı ibtidai icma quruluşu hansı mərhələlərə ayrılır? Aha, Aynişan buyur. Tunç dövrü, Tunç dövrü, Dəmir dövrü. Aha, Tunç dövrü, Dəmir dövrü, bir də nə dedin? Hələ bulaşmıyor. Tunç, Dəmir. Gülay, əlavə eləmək istədiyin nəsə var? Yox. Xeyr, müəllimə. Bəlkə Ləman əlavə eləmək istəyir. Yox, müəllim. Daş, Tunç, Dəmir dövrü. Hə, daşı demişdin, İnşa. Bəli, demişdim. Ola bilsin səsin tutuldu. Daş, bəli, Tunç, Dəmir. Yaxşı, Ləman, belə adlandırılmasının səbəbi nədir? Niyə bax, ibtidai icma quruluşu daş və Tunç, Dəmir bu şəkildə adlandırılıb? Müəllim, daşdan sonra Tunç gəldi, yəni. Daşdan sonra Tunç gəlir? Yox. Yox, insanların inkişafına görə. İnsanların inkişafına görə, amma insanların istifadə etdiyi bir alətlər, əmək alətlərinin materialına görə. Yəni daşdan istifadə ediblər. Daş, Tunç və yaxud sonraki dövrdə Dəmir olaraq adlandırılıbdır. Yaxşı, biz daş dövrünü bölürük. Gülay, bölə bilərsən daş dövrü hansı hissələrə bölə bilirik? Alt paleolit, yox, hə. Qədim daş, orta daş, yeni daş, paleolit, mezolit, neolit. Paleolit, mezolit, neolit. Əla. Siz ikinci qrup idiniz də hamınız. Hə, qabaqda Şahanə müəllimə ilə litosfera. Bu paleolit sözündə paleolitos məsələsi var. Orada daş dövrü hardan gəlir? Litos sözündən gəlir. Yaxşı mı?
Əslində oradakı paleolit sözü, litosun qısaldılmışıdır. Olduğu daşın qısaldılmış formasıdır. Paleolit, qədim daş dövrü. Bu öz yerində. İndi biz paleolit. Bax, burada bir çaşdırıcı məqam var. O haqda danışmaq istəyirəm sizinlə. Daha çox çaşdırıcı məqam kimi gəlir düşür bizə. Bax, bir var paleoliti biz 3 mərhələyə ayırırıq da. Alt paleolit, orta paleolit, üst paleolit. İndi burada bir proses var. Paleolitin alt paleoliti, orta paleoliti və üst paleoliti. Bunun dövrləşməsini hamısını kim saya bilər? İllər olaraq da İllərin. verəcək. Neçənci minillikdən neçənci minilliyə qədər davam etməli? Sayın müəllim. Say. Klasımız. Alt paleolit ilk insan yaranmasından 100 min illiyə qədər davam etdi. Aha. Orta paleolit 35 min illik, eramızdan 35-dən 100-dən 35-ə qədər, eradan və 100-cü minillikdən 35-ə qədər, üst paleolitdə 35, eradan və 35-dən 12-ci minilliyə qədər. Mən indi bu ilk dərsdir deyə qədim dövrdən başladım. Sonraki dövrlərdə baxacağım. Sizin eradan əvvəl 1-ci əsrin 1-ci yarısı, 1-ci minilliyin 1-ci yarısı və yaxud 2-ci yarısı. Bununla bağlı çətinliyiniz var uşaqlar. Məsəl üçün deyirəm ki, eradan əvvəl 1-ci əsrin 1-ci yarısı. Bunu bilirsiniz. Gülay bilirsən, eradan əvvəl 1-ci əsrin 1-ci yarısı neçənci illərə düşür? 1-ci əsrin 1-ci yarısı yəqin ki 50-yə qədər olanlarda 35, 1-dən 50-yə qədər ya da ki 50-dən axıra Eradan qədər. əvvəl olanda çoxdan aza gedirik. Hə, 50-dən axıra qədər olan. Eradan əvvəl 99-dan eradan əvvəl 50-yə qədər. Bu eradan əvvəllərdə çoxdan aza doğru gəlir. Yaxşı, onlarla bağlı mən sizə bir dənə ayrı dərs salaram. Onlarla bağlı bir ayrı danışarıq. Yaxşı, burada hələ ki o şeylərə çox toxunulmayacaq deyə ehtiyac yoxdur hələ ki. Amma onunla bağlı bir dərs salaram ki, tayfa quruluşlarında da diqqətli olasınız. Yaxşı. Biz paleolit dövrü. Bax, indi Ləman bunları saydı. Bəs desək ki, paleolit dövrünün dövrləşməsini denən. Bax, ümumi şəkildə paleolit dövrü. İlk insan yaranmasından 12-ci minilliyə qədər. İlk insan yaranmasından bəli, 12-ci minilliyə qədər. Bax, ilk insan eradan əvvəl 12-ci minillik. 12-ci minillikdə Rum rəqəmi ilə yəqin ki, hamı bilir. Bax, burada məsələ nədən ibarətdir? Sizə testlərə salırlar, gətirib. Bəzən görürsünüz ki, sənə qayıdıb deyir ki, eradan əvvəl 100 min ildən eradan əvvəl 12-ci minilliyə qədər. Bu dövrə aid olan hadisələri seç. Sən yəni o zaman alt paleoliti götürə bilmirsən. Sən yalnız orta və üst paleoliti götürürsən. Daha çox tələbələrin qarışdırdığı hissələr buradır. Ona görə çalışın ki, bu paleolit, ümumi paleolit dövrü deyəndə ilk insandan eradan əvvəl 12-ci minilliyə qədər alt paleolit, orta paleolit və üst paleolitin illərini əzbər yadınızda saxlaya bilərsiniz. Bir də eradan əvvəl alt paleolit ilk insandan eradan əvvəl 100 min ilə qədər alt paleolitdir. 100 min ildən eradan əvvəl 35-ə qədər orta paleolitdir. 35-dən də 12-ci minilliyə qədər üst paleolitdir. Yaxşı, indi burada bəzi məntiqi hissələr var orada. İndi sizdən soruşacağım, sual-cavab eləyəcəm mən.
Görək o hissəni mənə məntiqi qura bilərsinizmi ilk dərslərdən də? Amma sən bizim keçən il ilk dərsimizdə olmuşdun da. Yox, olmamışdım. İlk dərsdə yox idin. İlk dərsimizdə olmamışdım. İndi burada quracağım o məntiqi əlaqəni. Bir sizdən soruşacağım. Sonra da özüm o məntiqi əlaqəni qurub bu hissəni əzbərçi yox, daha çox ardıcılıqla yadda saxlamağa çalışacağıq. İndi biz başlayırıq daş dövrünün qədim hissəsi olan paleolitdən və paleolitin ən birinci mərhələsi olan alt paleolitdən başlayacağıq. Baxaq görək alt paleolitdə əsas kimlər nəyi qeyd edəcək, biləcək. Və mənim də buradan təbii ki, əsas əlavələrim olacaq. Birinci alt paleolit deyəndə dedik ilk insanın yaranmasından eradan əvvəl 100 min ilə qədər davam etdi. Yəni çoxdan aza qədər. Bəli. Amma biz burada bir məsələyə toxunmalıyıq. Görək Azərbaycanda ilk insanın meydana gəlməsi nə vaxtdır? Dünyada ilk insanın meydana gəlməsi, yəni ilk insan izləri deyək də belə. İlk insan izləri nə vaxt meydana gəlibdir? Bu haqda danışmalıyıq. Məsələn, Aynişan, deyə bilərsənmi, Azərbaycanda ilk insan nə qədər vaxt əvvəl və harda ilk insan izləri tapılır? Bilmiyorum. Azıq mağarasında. Azıq mağarası. Azıq mağarasını bilirikmi hansı rayonda yerləşirsə? Bəli, Kəlbəcərdə idi deyəsən. Yox, Kəlbəcər Azıq mağarası deyil. İndi mağaralara bir-bir toxunacaq. Xocavənd rayonunda. Bəli. Azıq mağarası 1968-ci ildə orada da Məmməd Əli Hüseynzadə tərəfindən Azıq adamının alt çənə sümüyü tapılmışdı. İndi onlar haqqında əzbəriyyətsiz o qədər də məntiqli şey deyil. Onu oxuyub özünüz biləsiniz. Testlər üzərində bir daha üzərindən keçərik. Yadınızda qalmasa. Baxın, alt paleolit dövrünü mədəniyyət olaraq necə adlandıra bilərik? Çay mədəniyyəti. Niyə quru çay mədəniyyəti? Yəqin ki, orada su olmadı. Aha. Daşdan istifadə edirdilər daha. Nədən istifadə edirdilər? Yəni, daş dövrüsə daşdan istifadə. Bilmirəm müəllim, oralar. Birinci rayonumuzun yerinə kontur xəritədə baxaq. Tam yadımızda qalması üçün. Baxın uşaqlar. Bunu mütləq şəkildə yadda saxlayın. İstər coğrafiyada, istər tarixdə. Xocavənd rayonu xatırlanacaq. Niyə? 11-ci sinif istidə keçəndə müharibələrdən danışanda 108 kilometrlik zəfər yolundan danışacağıq. Bax, zəfər yolu bu Xocavənd rayonundan keçir. Yaxşımı? Bax, Xocavənddə 2 dənə mağaramız var. Qədim düşərgələrdir, insan düşərgələri. Biri Azıqdır, digəri bəs hansı? Gülay. Damcılı yox. Yox. Onlar Bu videoya qayıdıb bir daha baxarsınız. Yaxşı dərsdən sonra. Qeydlərinizi Tağlar götürərsiniz. mağarası idi. Hansı? Tağlar mağarası Bəli, idi. Azıq və Tağlar mağarası. Bax, Xocavənd rayonunda Azıq və Tağlar. Ən qədimi Azıq. 1,5 milyon il əvvəl Azərbaycanda ilk insan izlərinə rast gəlinir. Və dünyada ilk insan izlərinə nə vaxt rast gəlindiyi haqqında kiminsə məlumatı varmı? Dünyada ilk insan izlərinə bir baxaq. Xəritəni hər kəs görə bilir. Dünya xəritəsini. Aha, görə bilirik. Eradan əvvəl 2,2 milyon il əvvəl ilk insan izlərinə dünya üzrə rast gəlinən 2 ərazi var. Tanzaniya, Kenya. Afrika ərazisində. Coğrafiyada sizə lazım olacaq. Diqqətlə yadınızda saxlayın bu ölkələrdə. Bax, Tanzaniya, Kenya.
Bu öz yerində. Davam edirik uşaqlar. Alt paleolit dövrü. Alt paleolit dövrünün Xocavənd rayonu dediyi, Xocavənd rayonu ilə bağlı bir məsələyə toxunaq. Əslində alt paleolit dövrü mədəniyyət olaraq aynı şan. Nə mədəniyyət adlanır? Necə bir ad verilmiş həmən mədəniyyətə? Hansıya? Alt paleolitə, Bəli, alt paleolit. Quruçay mədəniyyəti. Ləman sən yox da aynı şan. Demişdim də müəllim bizə. Aha. Quruçay mədəniyyəti. Bu günlərim demək olar bütün qruplarımızda sual cavabla Quru çay. Hə, yaxşı. Gəlin yadda qalması üçün bu mədəniyyəti araşdıraq. Mən biraz sizə yavaş-yavaş gedəcəm dərsi, ilk başlıq dövrləri. Alt payı, ümumi ibtidai icmadan bir dənə sualımız var. Bunu garantiyə alaq, inşallah keçək digər bölmələrə. İndi həftədə 3 dəfə olduğuna görə 11-ci sinifdən də xeyli şəkildə sual gəlir. Qarabağ müharibələrindən 2 dənə sual mütləq gəlir o hissədən. Heydər Əliyevin dövrüdür, İlham Əliyevin dövrüdür. Buradan da hərəsindən bir sual gəlir. 11-ci sinifi də 2 dəfə, 3 dəfə inşallah ki təkrar eləsək 4-5 sualımızı da oradan garanti eləyəcəyik. Ona görə vaxtımız bu oldu. Biraz sadəcə çalışın ki bu videoları yükləyəndən sonra bir də qulaq asıb qeyd çıxardasınız videolardan. İndi Quruçay mədəniyyəti adlanmasının səbəbi əsasən xəritə suallarımızda düşür. Bax bu kontur xəritə formasında. Bax Füzuli rayonu, bir də Xocavənd. Bu iki rayon qonşu rayondur və bu iki rayonda uşaqlar düz Azıq mağarasından Füzuliyə qədər davam edib Araz çayında sona çatan Quruçay mədəniyyəti. Yəni Quru çay dərəsi var. Həmən çay dərəsindən axtarış apardığına görə Quruçay adlandırılır. Bax bu hissə. Bax bu yaddan çıxmasın. Bu bir. Alt paleolitlə bağlı kimin başqa yadda qalan məlumatı varsa versin. Davamında mən deyəcəm. Bacarıqlı insan yaranmışdır. Bir bacarıqlı Ulu insan icma yaranmışdır. Gülay. Ulu icma yaranmışdı. Suni odla tanış olmuşdular. Sonra İlk mən dini ayinlər sənət yaranmışdı. Mənimsəmə təsərrüfatı, Aha. istihlal. Bir də totemlərə inan. Aha. İndi gəlin bunları bir araşdırma ilə hamısını yerinə qoyaq məntiqi şəkildə. Sonra bir problem yaranmasın. Testlərdə çətinlik çəkəsiniz nədə? Ümumi testləri yəqin ki bir dəfə işləmisiniz dimin testlərini. Biraz kör-köranəlikdən çıxmaq lazımdır. Son dövrlər biraz testləri gətirib məntiqi formada salırlar. Məcburuq ki, onlara uyğun bir diqqət yetirək. Baxın. İlk təsərrüfat mənimsəmə təsərrüfatı. Mənimsəmə təsərrüfatı. Sonra dedik, ilk kollektiv. İlk kollektiv hansı oldu? Bayaqlarım Gülay dedi. Ulu icma. Ulu icma. Gülay, ulu icma mütəşəkkil yoxsa qeyri-mütəşəkkil kollektivdir? Qeyri-mütəşəkkildə, yəni tez-tez dağılıb birləşən kollektividir. Tez-tez dağılıb birləşən kollektivdir. Bəs səbəb nə idi tez-tez dağılıb birləşməsinə? Çünki gedib başqa yerlərdə elə bil ki, otlaq yerlər tapırdılar. Orada sürüdən ayrılırdılar, başqa tayfalarla birləşir. Tayfa deyəndə qəbilələrlə birləşirdilər. Sonra oradan ayrılıb başqa yerə gedirlər, başqasıyla birləşirdilər. Elə. Bax, indi orada qarışdırarsan. Gedib başqa qəbilələrlə birləşmək. Qəbilə sözü alt paleolitdə olmayıb. Yaxşı, biraz diqqətli ol. Qəbilə. Bəli. Qəbiləni biz üst paleolitdə baxacağıq. İndi bir-bir gedəcəyik. Aynı şan. Sən deyə bilərsənmi? Biz ulu icmaya nəyə görə qeyri-mütəşəkkil kollektiv deyirik? Əsas səbəb var orada. Bax, ulu icmanın qeyri-mütəşəkkil olmasının əsas səbəbi var. Yəni divadir kimdə tez-tez ayrılıb bir də yığışması. Onlar heç, onlar səbəblərdir, amma ortada əsas bir səbəb var. Bax, bunların dağılıb yığışmasının
əsas səbəbi var əslində. Yox, qan qohumluğu qəbul edilir. Bəli, qan qohumluğu qeyri-mütəşəkkil kollektiv olan ulu icmada qan qohumluğu yoxdur. Yaxşı, qohumluq əlaqəsi qətiyyən yoxdur. Ona görə tez-tez dağılma prosesi. Çünki bu insanlar tələbat uğrunda birləşiblər. Qida əldə etmək üçün, odu saxlamaq üçün bu kimi proseslərdə. Yaxşımı? Ulu icma. Totemlərə inam, ilk dini inanç. Bax, qarışdırmayın. Totemlərə inam da deyə bilir, ibtidai inanç da deyə bilir. Bəzən totemlərə inam hamı əzbərləyib totemlər. İbtidai inanç nədir? İbtidai inanç ilk inanç deməkdir. İlk inanç sistemi. Sənin ilkin inandığın həmən o sistem. Totemlərə inam. Məsəl üçün, Gülay deyə bilərsənmi nədir totemlərə inam? Yəni bir şeyə sitayiş etmək. Səhv eləmirəmsə, hansısa mağaradan üstündə yazılar olan aybaş tapılmışdı. Onlar ona sitayiş edirdi. Ay kəllələri. Üzərində cızıq olan ay kəllələri. Hə, bu ay kəllələri məsələsinə toxunduq. Qoy bu totemləri yaddaşımıza həkk etmək üçün bu ay kəllələri üzərindəki cızıqlar. O ay kəllələri üzərindəki cızıqları çox vaxt özləri çəkmirdi. Bəs necə yaranırdı? Bax, həmən o ay kəllələri üzərindəki əslində cızıqları müqəddəs saymalarındakı bir xüsusiyyət var. Sizcə nə ola bilərdi? Niyə ay kəllələri üzərində cızıqlar yaranırdı və onları müqəddəs sayırdılar? Məntiqi olaraq. Məsəl üçün, belə bir suallar bu il Allah qoysa 100 ədədli situasiya tipli sınaq toplumu çıxardacağım. Allah qoysa orada bu tipli situasiya sualları gətirəcəm məntiqə. Kiminsə cavabı var? Yoxdur. Baxın uşaqlar, ilkin dövrdə heyvanları necə ovlayırdılar? Nizələrlə deyəsən. Yox, nizə yoxdur. Nizə sən o dövrdə deyənməzsən. Şiş uzvu alətlər var idi. Belə Daş. üzvü şiş. Əsasən Çubuq, onlardan. sivri daş. Düzdür? Daşlarla zadına. Heyvanı öldürən zaman əsas hədəf baş hissə alınırdı. Baş hissə. Tez öldürmək üçün. Baş hissəyə daş dəyəndə istər-istəməz onun kəllə sümüyündə zədə yaradırdı. Cızıq yaradırdı. Onun ətini yedikdən sonra o baş skelet hissəsi qalırdı ki, orada da o cızığın yaranması normal idi. Onu da elə bilirdilər ki, müqəddəs bir şeydi. Daha bilmirdilər ki, özləri elədiyi bir şeydi. Yəni, bu da oradan gəlirdi, müqəddəs saymaları. Aydındır, ovlanan zaman heyvana vurulan həmən zədə. Bu totemlərə inam kimi bilinirdi. Bayaqların bir misal çəkildi, süni od. Süni odu bura aid edə bilməzsiniz. Burada təbii oddan istifadə edilir. Bəli, təbii oddan istifadə edilibdir. Süni odun tapılır. Aha, ilk təsərrüfat, mənimsəmə təsərrüfatı oldu. İlk insan bacarıqlı insan oldu. İlk kollektiv ulu icma. İlk insan sürüsü. Bu da ulu icmadır. Bax, bunlar yaddan çıxmasın, alt paleolit dövrünün əsasları. Yaxşı. Keçid Dağlıq orta paleolit. Orta paleolit bir o qədər çox deyil, amma burada qarışdıra biləcəyiniz bəzi məqamlar var. Diqqətli olmaq lazımdır. Ən çox qarışdıra biləcəyiniz. İndi onu sual kimi sizə verəcəm. Sadəcə çalışaq, o keçmiş məlumatlardan beynimizdə nə ki məntiqi qarışıqlıq qalıb, onları bir sistemə salaq. Ay nişan, orta paleolitin dövrləşməsini bir dənə denən görək yadda qaldı. Neçənci minillikdən neçənci minilliyə? 100-cü minillikdən eradan və 35-ci minillik. Bəli, 100-dən 35-ə qədər. Yaxşı, ay nişan, deyə bilərsənmi ümumi orta paleolit dövrü mədəniyyət olaraq necə adlandırılır? Mədəniyyət olaraq Quruçay mədəniyyəti. Yox, Quruçay alt paleolit. Muskiya mədəniyyəti.
Ləman, söz verməmiş yerdən danışma. Nasıl bilmirdim. Bir də elə olsa səsini kəsəcəm. Yaxşı? Aha. Mustiye mədəniyyəti. Mustiye Fransada yer adı olaraq bilinir. Baxın hansı qəbilədən o mister, missis sözləri var Mustiye. Bax o qəbilədən sözlərə bənzəyir. Fransada yer adıdır. Mustiye. Gəlin bir Fransanı da görsədək kontur xəritədə. Bax bu xəritəni yaxşı yadda saxlayın. Çünki 2-3 dənə xəritə gəlir. Həm coğrafiyada lazım olacaq, həm də tarixdə. Çünki dünya müharibələrindən, 11-ci sinifdə biz dünya müharibələrindən danışanda Antanta blokuna daxil olan üz kimi mütləq şəkildə Fransa, İngiltərə və Rusiyadan danışacağıq. Bunları mən burada göstərməyimin, sizə vərdiş yaratmamın səbəbi 11-ci sinifləri keçəcəm. Bazar günü gət Antanta bloklarından danışacağım, gət Üçlər İttifaqından danışacağım. Ona görə bunları indidən xəritəni formalaşdırıram gözünüzdə. Bu öz yerində. Orta paleolit Mustiya, Fransada yer adı. İndi burada ilkin olaraq insan tipinə gəlirik. Yeni bir insan tipi yaranır. Gülay deyə bilərsənmi, orta paleolitdə yaranan insan hansıdır? Yaranan insan hansıdır? Neandertal insan. Neandertal. Neandertal. Bunun üzərindən bir sual verelim. Bir sual verelim. Aha. Ne ters EFO verir? Ne ters EFO verir? Yox, normal gəlir səs. Aha. Ya. Aha. Ya. Gülay deyə bilərsənmi? Neandertal insan. Neandertal insan. Yeni insan tipidir yoksa muasir insan? Yoksa muasir insan tipidir. Yeni insan. Yeni insan. Yani muasir insan tipi hansına götürər? Muasir insan tipi hansına götürər? O səsli nitqlə danışan insan idi. Dik yeriyə bilirdi ki, üstündə. Ağıllı insan. Homo sapiens'e götürəcək. Orta paleolit. Orta paleolitdən. Orta paleolit. Başqa yadında qalan nə var məsəl üçün? Suni ot. Süni ot. Bəli. Çaxmaq daşını çaxmaq vurmaqla. Başqa aynı şan. Başqa aynı şan. Sonra ito'clu aletler, yeni ito'clu aletler var. Yeni ito'clu alətlər. Bax, vulkanik efuziv suxurlar var. Keçən il Şahanə müəllimdən keçən oldu yəqin. Aha. Vulkanik suxurlar hava ilə qarışanda olur efuziv. Yüngül olur, çəkisi az olur, amma bərk olurlar. İndi baxın, orada nə baş verir? O ki parçalanır. Oksigenlə o lava